Əziz və hörmətli tamaşaçılarımız, biz yenə Space Televiziyası Qarabağ Azərbaycandır proqramı olaraq üst tutduq Azərbaycanımızın regionlarına. Bəli, bizi hər dəfə rayonlarımızda, şəhərlərimizdə gözləyən qəhrəman şəhidlərimizin analarının, atalarının ziyarətinə, onların əlini öpməyə. Bizim üçün çox böyük bir şərəfdir ki, bu analar bizim yolumuzu gözləyir. Bizim gəlişimizlə azacıq da olsa üzlərində təbəssüm yaranır. Əziz tamaşaçılarımız, biz sizi hər həftə Space Televiziyası olaraq bu analarla, bu müqəddəs valideynlərlə görüşə gətiririk. Bu dəfə isə Cənub bölgəsindəyik. Gözəl, cənnət diyarımız olan Lənkərandayıq. Analar bizi gözləyir. Hiçbir əskəri, millətin vətən yarası sağalı vardır. Cənnətin qapısından baxır şəhidlərin. Tarixə yazıldı bugün qələbən sənin. Unutmarıq heç bir zaman heç bir əskəri. Millətin vətən yarası sağalı vardır. Cənnətin qapısından baxır şəhidlərin. Tarixə yazıldı bugün qələbən sənin. Döndü, açdı, üstünü çəkib. Raçına birinci giren oğlanlar. Halaldı lan dəstəmi. Sağ ol qoca, sağ ol. Ya Rəbbim şükür sənə eşitdin bizi. Lənkərandayıq əziz tamaşaçılarımız. Qəhrəman analarımızın huzurundayıq. Sizi də bax bu analarla görüşdürürük. Allah sizləri var etsin. Bizim qəhrəman analarımız. Maisimizin anası. Xoş gördük sizi əzizim. Mən Abbasov Mais, Qurbanəli oğlunun baş leytenant, tank əleyhinə taqım komandiri. Şəhid Maisin anasıyam. Mais vəzifə borcunu yerinə yetirərkən şəhid oldu. Tovuzun Əlibəyli kəndində 99-cu ildə atəşkəs dövründə ağır döyüşlərdə iştirak elədi. 97-ci ildə ağır döyüşlər getdi. Mais orada iştirak elədi, amma 99-cu ildə Mais vəzifə borcunu yerinə yetirərkən şəhid oldu. Mais mənə 20-sində zəng elədi ki, ana 22-sində məzuniyyət götürüb Lənkərana gəlirəm. Lakin 22-sində şəhid oldu, gəldi. Talibovun anası Gülçöhrə anayam. Elnur 1996-cı ildə Lerikdə anadan olmuşdu. Onun 1 yaşı olanda Lənkərana köçmüşük. O 7 nömrəli bağçada tərbiyə almışdı. Sonra 9 nömrəli orta məktəbdə oxumuşdu. Elnur, mənim son 4 övladım var. Elnur mənim son 5 şeyim idi. 2 qız, 2 oğlum var. Elnur, mənim balalarım hamı mənim üçün Elnur başqa cür əzizdir mənə. Amma onların arasında fərqi çox var. Bizim son 5 şeyimiz idi. Bizim çox belə zarafat eləyən mülklərimiz idi. Evdə hamı ona balaca deyirdi. Naz eləyib balaca deyirdi. Əmlər də ona zarafata deyərdi. Naz eləyərdilər kələ. Nəysə, Elnur getdi Lerik rayonuna toya. Orada oran qeydiyyatı olduğumuza görə Elnur orada götürüb yazıb ki, mən əskər gedirəm. Sənədləri instituta vermişdi, girə bilməmişdi, texnikuma girdi. Dedi, mən yox, instituta girməliyim. Gedib burada yazmışdı, əskər gedirəm. Bizə yanvar ayında xəbər gəldi. Elnur yanvarda əskər getdi. Elnur aprel döyüşlərinin iştirakçısı da olub. Onun iştirakçı olmağını da heç bilmirdim. Bir də mənə gəldi evə, mənə qayıtdı qucaqlayanda, mənə dedi saxla, götürdü öz sinəsindən təşəkkürləri, götürdü qoydu mənim ürəyimə. Mən səni təbrik edirəm. Bəli, təşəkkürnamə, 2 dənə təşəkkürnamə gətirmişdi. Biri aprel döyüşünün iştirakçısı təşəkkürnaması, biri də illik yaxşı olduğuna görə orada da özü üçün poverlik eləyirdi. Orada da özü için poverlik eləyirdi. Orada da qulluq eləyirdi. Orada da qulluq eləyirdi, poverlikdi. Onların aslında var, kababçıdır, çox gözəl kababçıdır. O gəldi, kabab vuranda, qayıtdı dedim, mən kabab vuracağım. Qohumlarına əmsi, arvadları, bibiləri, qohumları çox idi. Dedi ki, bilirsiniz bu kabab hardan gəlir? Dedilər ki, hardan gəlir? Deyək, ilk dəfə kabab Qarabağdan yaranılıb.
Qarabağdan yaralanıb BBC, onun bir BBC var, evladı yoxdur. Çox belə danışanda da biz hamımızın nazı ilə oturur. BBC qayıt dedi, "Ada sən əskər getmirsən, ya kebab vurmağa getmirsən?" Dedi, "Bibi, o Qarabağdan yaradılıb." İndi deyirəm ki, Elnur, sən də o Qarabağın kebabı mənim ürəyimə vurdun bala. Elnurun nəşi, Qarabağı bizə qaytardın. bəli, Qarabağı bizə qaytardı. Bəli, Qarabağı görməyə. Görməyən lirik və vətəndaşı ola Qarabağa getdi. Sentyabrın 20-si, 21-i idi. Günorta çaxı zəng gəldi. Dedi ki, təlimdir. Bu qayıtdım, dedim ki, Elnur səbr elə. Dedi, yox, səbr eləmərəm. Mənim o halda mənim halım pis oldu. Qayıt dedi, başa düşmürəm. Siz mama pula təşvim anasından artıqsınız. Onun ailəsi yoxdur. Mən getməliyəm, öz mənəvi atama dəstək olmalıyam. Qardaşın gedir, sən böyük, kiçiksən, mən gedirəm. Dedi, get də, gülə-gülə, get də. Get mamanın paltarını götür, sən də giy, mən də giy. Başladı zarafata. Belə dedi ya, bu zarafata gülə-gülə deyir. Bu biraz zarafatlaşdırdı, ola mənim meylimi aldı. Bir də gördüm, atasına yalvardı ki, papa, mamaya denəm, mən təlimdir. Bu öz sənədlərin hərbi polisliğine vermişdi. Dedi, mənim işimə, işi olarsa qoy mən gedim, məni saxlamır. Harda polis var, Elnurun dostu. Harda hərbiçi var, Elnurun dostu. Ancaq bunlarla məşğuldur. Hərbi polisliğin sənədini verdi ki, mən polisliğe gedəcəyəm. O da qismət olmadı. 21 getişi oldu, 30'u danışdı. Ona elə bir şey qismət olub ki. 30'u danışdı, 30'u qayıtdıq, dedi ki ona, mən dedim ki, balam şəhid var, nə olar Elnurum, şəhid gəlmə, qurban olum, ayağın altında ölüm, qurban kəsərəm, paylayaram. Dedim, o sən bilirsən kimin anasın, Seyid qızsan, dua elə. Qardaşına da deyib ki, bacıları var, öz qardaşlığı elə, mənim də qardaşlığım elə, oğlun olar, adını Elnur qoyasan, bilirəm, mən qayıtmadım. Ata-anamı ev tikdi, evi də yarda qaldı, gedə bilmədi. Sat o evi, mama ilə papanın ölümünü o evdən çıxardasan. Bunu necə deyərlər? Necə mən bunu dözüm? Evində bayraq az, qardaşı ağlayıb, qayıdıb deyib ki, ağlama, başı dik tut, get bayraq az. Elnur Vodapor deyilən yerdə 6-7 arasında şəhid olub. Elnur'u noyabrın 1'ində əmisi oğlu Qazi Nizami Talıbov gedib orada öz işlərinə görə getmişdi. Deyib, bu uşaqdan xəbəri yoxdur, bir Allah'a görə hardadır. Gedib bunun tabutunu götürüb gətirdilər. Deyirsiniz ki, Bəli. evini yarımçıq qoydu. Bəli. Gör Qarabağda neçədən ev tikdi. Bəli, bəli, Gör neçə evlərin təməlini qoydu. bəli. Gör bu analar nə oğullar böyüdüblər, nə oğullar Bəli. tərbiyə ediblər. O oğullar ki, Qarabağı bizə qaytardılar. Bəli, Qarabağ yenidən oldu Azərbaycan. Bəli, Üç bəli. rəngli bayrağımız yenidən Qarabağa sancıldı. Bəli. Sizin haqqınız ödənməz. Şəhid valideynlərinin haqqını biz ödəyə bilmərik Azərbaycan xalqı olaraq. Sizə borcluyuq ana. bir dənə mənə telefon almışdı, Aha. zəng gelib zəng edəndən. Dedim, işləyirdim, özüm neçə il işləyirdim. Dedim, mən də bir dənə telefon alaram. Bir ağızdan külə gəldi, dedi, diktata girərsən, neynəsən telefonu? And olsun Allah'a, o diktat sözü məni elə bir yandırır, yaxır. Mən heç belə baxmıram telefona. İndi qrupda şəhid analarımızla danışırım. Şəhid anaları, ataları elə bilə mənim bacı Can, qardaşlarımdır. mən sizdən xahiş eləyəcəm. Siz bugündən sonra mənə söz verin ki, telefonu əlinizə alacaqsınız və orada Qarabağ Azərbaycandır səhifəsinə girəcəksiniz və orada Elnurun o birlikdə döyüş yolu keçmiş oğullarımız var, Elnurla birlikdə. Bax o oğulların hamısının döyüş yolunu görəcəksiniz. İndi Məkanları cənnət arzum budur, evin alam, həyatında bir muzey yaradaram. Bəli, yaşadığım ev muzey eləmişəm. Yenə də öz ürəyimdədir, atası da deyir, Allah bizə qüvvət versin. Bir dənə həyatda muzey eləyim, onda arzuma O muzeyin çataram. açılışına gələcəyik. Söz. Gözəl anam mənim. Sağ ol, sağ ol, var Söz. olasın. Burada bizim bir qardaşımız var, əziz tamaşaçılarımız. Demək biz elə Lənkərana gələndən, bax bu ziyarətə gələndən qardaşımız bizim yanımızdadır, bizə dəstək olur
Və sonradan bildim ki, qardaşımız burada artıq 5 ildən artıqdır ki, şəhid ailələrinin xidmətində, qulluğunda dayanan bir oğullarımızdandır və özü də müharibə iştirakçısıdır, qazisidir. Allah sizi var eləsin. Siz ki elə bu şəhid analarının, şəhid atalarının yanında düzdür onların oğlunun yerini verə bilmərik, amma ən azından onların qulluğunda dayanırsınız. Birinci xoş gəlmisiniz. Əvvəla Gülçin ana Allah sizə səbir dözüm versin. Bizim Ali Baş Komandirimiz İlham Əliyev dedi, əskərlərim durmayın. Dəmir yumruğundan düşmənlərimizin başını əzin və əzdik. Şəhidlərimizin qanını yerdə qoymadıq və şəhidlərimizin qanını yerdə qoymadı və şəhid anaların göz yaşları da yerdə qoymadı. Allah cəmi şəhidlərimizin ruhunu şad eləsin, Azərbaycan xalqına səbir dözüm versin. Bir də Allah Azərbaycan orduna müharibə nəsib etməsin. Amin. Amin. Allah sizləri də var eləsin. Oyun olsun inşallah. Şəhid qardaşımız Piri Malikin cəsarəti tapılsın. Nəşi tapılsın. Allah bacımıza səbir dözüm versin. Amin. 2020-ci ildə bildiyiniz kimi Ali Baş Komandanımız elə ki insanlara müraciət elədi. Qarabağın azad olunması ilə bağlı bizim bölgəmizdə də və o cümlədən Lənkəranda da gənclərimiz çox məhəbbətlə komissarlığa müraciət eləməyə başladılar. Özüm də hətta müraciətim var. Özüm də istədim. Şəxsən özüm mən Cənab Prezidentə müraciət yazdım ki, mən də iştirak eləmək istəyirəm. Ola bilər mən sərras nişançı olmayım, ola bilər sərras atıcı olmayım, amma ən azı müəyyən qədər iş görə bilərəm. O gənclərdənsə biz daha çox həyatı gördüyümüzə görə. Və nəhayət belə məsləhət oldu. Komissar mənim özümə dedi ki, sizin burada qalmağınız ora getməyinizdən daha üstündür. Ona görə ki, burada arxa cəbhədə daha çox valideynlərin yanında bilirsiniz. O dəfin günləri, o xəbərləri valideynlərinə vermək çox ağır bir məsələdir. Bu məsələlərə hər bir valideynin yanında olmuşam. Əgər Lənkəranda neçə şəhid gəlibsə, elə gün olub 7 şəhid, 6 şəhid dəfn etmişik. Cənab başçı bütün insanlarla. İnsanların həmən anda sanki qanı coşmuşdu. Hamı istəyirdi. Uşaqdan böyüyə, xanımlar da belə. Hamı istəyirdi, bəli. O zaman mənim yadımdadır, gənclərimiz təzə xidmətə getmək istəyənlər gəlirdilər, şəhid dəfnində gəlib and içirdilər ki, biz sənin qanını almağa gedirik. Və fikirləşin, həmən günlər mən unutmaram. Və şəhidlərimizin dəfni o qədər böyük izdihamla, böyük coşqu ilə, böyük məhəbbətlə bu xalq, dövlətin, insanlarla bərabər birliyi bizim qələbəmizin rəhni oldur. Əslində bu birlik, mehribanlıq, səmimiyyət və dövlətə inam olmasaydı, təbii ki, sual işarəsində ola bilərdi. Allah Ali Baş Komandanımızı qorusun, Allah ordumuza güc qüvvət versin, gözəl, sivil, ədalətli ordumuz, dövlətimizin apardığı işlər və o əziz analarımızın duaların müqabilində şəhid də verdi, qanımızdan da keçdi və nəhayət və qələbə çaldıq. Torpaqlarımız, Azərbaycanımızın torpaqlarının ərazi bütövlüyü təmin olunub. Bu əsas amildir. İndi şükürlər olsun, orada quruculuq işi gedir. Yeni həyat başlayıb. İndi dönüş insanların həmən, indi siz fikirləşin, biz indi artıq pessimist deyilik, artıq optimistik. Biz artıq yeni şeylər haqqında düşünürük. Artıq Azərbaycanda artıq ümidvarıq ki, bundan sonra bir də bizim torpaqlarımızda müharibə olmayacaq. Çünki bu məsələ həllini tapdı. Onun üçün də biz dövlət başçımıza və dövlətimizə, rəhbərimizə borcluyuq. Allah sizi hifz eləsin inşallah. Allah ölkəmizə bir də müharibə odun göstərməsin. Amin, amin. Yalnız və yalnız bax, ölkəmizin bu cənub bölgəsinə, bu cənnət diyara gələndə, Lənkərana gələndə yalnız bizim şəhidlərimizin əmanətlərini xeyir işlərinə çağırasınız, bizi sevə-sevə gələk. Bizim üçün bütün bölgələr əzizdir. Azərbaycanın hər bir daşı, hər bir kəndi, hər bir qəsəbəsi bizim üçün qeyrətli oğullar dünyaya gətirib. Hər bir yerdə oğullar olduğu kimi Cənub bölgəsində də gözəl oğullarımız var. Allah şəhidlərimizlə biz qürur duyuruq. Allah şəhidlərimizə rəhmət eləsin. Siz də xoş gəlmisiniz inşallah. Sen vətənin haraysan, xatirələr saraysan, dörd bir yanın cənnət bağı, salam şəhidlər bulağı. Dört bir yanım cennet
bulağı Salam şehitler bulağı Aprel döyüşlərində də iştirak Aprel döyüşündə cəsur döyüşçü olmuşdu. Yaxşı döyüşdə ilk elə orada deyilmişdi ki, müharibə olsa ilk çağırışçı siz olacaqsınız. Yenə elə vətən tərəfindən gələn Pavska ilə çağırışçı oldu. Onu apardılar 21 sentyabr getdi, 29-u Alixanlı kəndində şəhid olmuşdu. Füzulunu ən çətin döyüşdə olmuşdu. Elə döyüşərək elə sinaperlə vurulmuşdu. Nə? Qəhrəman oğullar böyütmüsüz. Qəhrəman oğullar bəli. Bilmədən evdə şəhid böyüdürdü, bilmirdi onu. Bizim uşaqlarımız bir gün gəlib bu məqama çatacaq. İllərlə, 30 illərlə topdaq altında bizi utanc altında qoyan, bizi utancdan qutaran bu övladlarımız oldu bize. Bəli. Atası da veteran idi. O deyirəm, hər zaman ondan zarafət edirəm, sənin ala bilmədiyi bir övladını aldı. Düz deyirsiniz. Həmişə o demişəm. Düz deyirsiniz. Həqiqətən bizim 1-ci Qarabağ müharibəsində elə İmaməlinin atası da iştirak eləyib. Bütün Qarabağ müharibəsində 1-ci Qarabağ döyüşlərində iştirak edən oğullarımızın hər biri qeyrətlə döyüşüblər. Çox çətin zamanlar keçirmişik. Ordu quruculuğumuz tam olmamış, bitməmiş bu savaşa, bu müharibəyə bizi təhrik etdilər. Amma sizin oğullarınız sən demə böyüyüb sizin qisasınızı alacaqmışlar. Düzdürmü? Aldılar da. Aldılar. Bəli. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Mən bayaq da orada dedim sizə, dedim mən özüm 1-ci Qarabağ veteranıyam. Düzdür, şəhidlik o vaxtı bizə qismət olmadı. Allah Taala belə elədi ki, şəhidlik mənim balama qismət oldu. Biz həqiqətən o vaxt vəziyyət çətin idi də, özünüz də yaxşı bilirsiniz. Sursat da yox idi. Çox çətin idi vəziyyət. Şükürlər olsun indi Allaha ki, indi Ali Baş Komandanımız İlham Əliyev yenə də əmr versə, şəxsən mən bir şəhid atası olaraq, müharibə veteranı olaraq, yenə də mən öz vətənim üçün, öz torpağım üçün canımla keçərəm. Azərbaycan əskəri. Bəli, ya Azərbaycan əskəriyəm. Mən özüm Rusun vaxtında Vazdushni Desanlı Vayskada sürgüt eləmişəm, Moskvada. Bəli. Sovet ordusu. Bəli. Məni Heydər Əliyev ulu öndərimizin əmri ilə apardılar 3 ay. Özüm olmuşam da döyüş bölgəsində. Allah Taala bütün şəhidlərimizi rəhmət eləsin. Çox igid oğlanlarımız getdilər torpaq altına. Və onların qanların bizim balalarımız yerdə qoymadılar. O Xocalı qırğını oldu. En qədər Azərbaycandan körpə uşaqlarımızı erməni vandalizmləri şəhid elədilər. Allah onlara lənət eləsin gərək. Allah Taala bir daha bizlərə yaman gün görsətməsin. Düzdür, mən fəxr eləyirəm ki, bizim Azərbaycan xalqının başını bizim balalar uzaqdı. Bütün dünyaya tanıtdırdılar ki, yəni belə bir prezidentin əhatəsində belə bir ordu var. Müzəffər ordumuz. Bəli, müzəffər ordumuz var. O prezidentimiz deyir, dəmir yumruğu lazım olsa yenə də qalxar. Yenə də biz onun yanındayıq. Yenə deyirəm, bir şəhid atası olaraq mən yenə canımı vətən üçün verərəm. Niyə vermərəm ki? Allah sizi qorusun. Çox təşəkkür edirəm sizə. Sağ olun, var olun. Deyirəm də, 2 dənə şəhidi, ikisini də öz əlimlə gətirmişim. Bacım oğlumu, bacım oğlu 052-də idi, yaşmadaydı. Tağıyev Ramik, Lerik rayonu Kəlvəz kəndində. Əfsanəvi tabu. Bəli, əfsanəvi onu Tağıyev Ramik, mənim bacım oğludur. Öz əlimlə gedib onu da gətirmişəm Horadizdən. Mənim, yenə deyirəm, atamın 4 dənə nəvəsi döyüşürdü. İkisi şəhid oldu, 2 dənə rəhmətli bacımın uşaqları da, onlar da Şuşaya qədər döyüşdülər. Onlar o qədər Allah'a yalvardım ki, heç olmasa mənim rəhmətli bacım uşaqlarına bir şey olmasın. Allah Taala ikisini apardı, ikisini saxladı. Məkanı cənnət olsun. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Amin. Məkanı cənnət olsun. Bax burada əziz tamaşaçılarımız, bax bu sırada, bax bu müqəddəs torpaqda
ziyarət etdiyimiz oğulların hər biri Qarabağ torpaqları uğrunda canından keçən oğullarımızdır. Vətən müharibəsinin iştirakçıları, daha sonra 2023-cü ildə torpaqlarımızın müstəqilliyini, suverenliyini bərpa edən, bütün sərhədlərimizi bütövləşdirən, Azərbaycanı bütöv edən antiterror əməliyyatında iştirak edən qəhrəman oğullarımızdır. Və Azərbaycanın bütün bölgələrində olduğu kimi məhz 2020-ci ildə Vətən müharibəsi başlayanda da Cənub bölgəsindən bütün gənclər ayağa qalxmışdı. Nəinki gənclər, yaşından asılı olmayaraq hər kəs hərbi komissarlıqların qarşısında idi və mən də getməliyəm, mən də gedib Qarabağ torpaqları uğrunda döyüşməliyəm deyirdilər. Məkanı cənnət olsun oğullarımızın və burada bizim bir qəhrəman oğlumuz var. Şəhid kapitan Quliyev Vüsal Tahir oğlu. Məkanı cənnət olsun cənab kapitanın 2020-ci ildə o da Vətən müharibəsində şücaət göstərən bir oğlumuzdur və bugün onun 3 balası yadigar qalıb və xanımı buradadır. Allah sizi qorusun. Mən hər zaman söyləyirəm ki, şəhidlərimizin biz deyirik anaları, ataları bizim üçün əmanətdir. Amma şəhidlərimizin xanımlarına düşən əziyyət, mən deyərdim məhsuliyyət daha artıqdır. Niyə? Çünki şəhid xanımları, şəhiddən yadigar qalan bax bu gül balaları böyüdürlər. Şəhid xanımının görün boynuna nə qədər böyük məsuliyyət düşür. Həm o şəhidin adını öz üzərində yaşatmalıdır. Gör o kimin xanımıdır. Həm onun övladlarını şəhidin adına layiqli böyütməlidir. Yəni sizin məsuliyyətiniz 2 qat yox, 5 qat, 100 qat, 1000 qat artıqdır. Allah sizə can sağlığı versin ki, şəhidlərimizin adına, onların belə deyim də o baş ucallığına layiqli övladları böyüdürsüz. Razı olsun. Mən Quliyeva Fərqanə, şəhid kapitan Vüsal Quliyevin ailəsi. Bugün şəhidə dəyər verib, şəhidlərimizi yaşadan hər kəsdən Allah razı olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vüsalımızın anası, Vüsalımızı dünyaya gətirən, Vüsalımızı böyüdən, Vüsalımıza vətən sevgisini, bayraq sevgisini aşılayan anamız. Allah sizi qorusun anam. Köməyiniz olsun, var olasınız, çox sağ olun. Təşəkkür edirəm gəldiyinizə görə. Mən balamla, şəhid balamla həmişə fəxr eləmişəm. İndi fəxr edirəm balamla. Vətən igidlərinlə əyilməz başın, müqəddəsdir oğluna torpağın daşın. Dillərdə dastan olmusan, ölməzliyə ucalmısan, Allaha əmanət ol şəhid qardaşım. Dillərdə dastan olmusan, ölməzliyə ucalmısan, Allaha əmanət ol şəhid qardaşım. Allahın əmanəti, cənnətinin zinəti, halal et bu zəhməti bizlərə şəhid qardaşım. Millətimin qeyrəti, igidliyi. Mənim gözəl qızım. Demə evin böyüsən sən? Bəyənmişəm. Salın yadigarları da bunlar. Ha, nə deyir? Hacı Qabul. Nə Hacı Qabul? Orada yatmışdım. Aha, Şuşaya gedəndə. Şuşaya getmisiniz? Bəli, bəli. Kimlə getdiniz Şuşaya? Təşkilatla getdik. Bəli. İlk dəfə idi hər şeyə gedir. Bəli. Gözəldir hər Şuşa. Bəli. Atanın getdiyi Şuşa. Atanın azad elədiyi Şuşa. Ata Xankəndə Ağdərə uğrunda şəhid olduğunu öyrənib. Biz Xankəndə edəndə oradakı bir çox işlətməni hərbiçilər veriblər. O hərbiçilərin çox atanı tanıyır deyə Xankəndəki bir çox adam bizi tanıdı. Görə Xankəndə mənə çox doğma gəldi. Can, daha yaxşıdır. onda belə eləyək. Böyüyərsən, qiymətlərin əla olar və Xan kəndində olan o universitetdə gedib təhsil alarsan. Danışdıq. Söz. Bu dəqiqə Azərbaycanın ən gözəl universiteti o universitetdə, Xan kəndində. Atanın da ruhu şad olar. Deyər mənim qızım gör əla qiymətlərlə gəlib harda oxuyur. Hə? Neçənci sinifdə oxuyursan? 8-ci sinif. 8-ci sinifdə. Az qalıb. Az qalıb. Universitetə daxil olmağa az qalıb. Bu gözəlimizin neçə yaşı var? Neçə yaşın var? 4. Nə Məryəm? 4-dür, 5-dir? Hey, hələ 5 olmayıb. Allah qorusun. Mənim balamın görüm neçə yaşı var? 7 yaşı. 7-ci sinifə. 12.
Neçə yaşın var? Maşallah olsun. Evin böyüyü sənsən də, hə? Ortancı. Yo, yo, evin böyüyü sənsən. Yaşa fikir verməyi, əsas məsələ sənsən, hə? Hə? Qızlar sözünə baxırlar. Allah qorusun sizi. Allah bütün cəmi şəhidlərimizin bizə qoyduğu bax bu əmanətləri, bu yadigar balaları qorusun. Bizim Ali Baş Komandanımız, bizim birinci xanımımız, vitse-prezidentimiz Mehriban xanım hər zaman necə şəhidlərimizin yadigar övladlarına isti münasibət bəsləyir, onları necə bağrına basır, necə öpür, onlara necə qayğı göstərir. Biz də sadə vətəndaşlar olaraq baxırıq onlardan öyrənirik ki, demək ki, şəhidin yadigarlarına belə münasibət bəsləmək lazımdır. Yolunuz buradan düşsə, Lənkərandan düşsə, kəndi deyil də, bura Lənkəranın özüdür. Lənkəran şəhərindən yolunuz düşsə, bəli, 20 yanvar küçəsində burada bizim bir şəhid kapitanımızın ata yurdudur bura, düzdürmü? Ata yurdu var. Yolunuz Lənkərana düşsə, gəlin bura. Gəlin burada bir stəkan çay için, ananın bir stəkan çayını için, sonra gedin, özdə mandalinli çayda, bu elə belə çay deyil. İndi görün, bu səhərdən tərifləyirəm, görüm ana bizə çay verəcək. Can anam, can. Can, qurban olaram sizə. Bir şəhidin evində olmaq, bir şəhidin evinin süfrəsinin başında əyləşmək böyük qürurdur, böyük şərəfdir. Hər kəsin ürəyindən bu keçir. Hər kəs arzulayır ki, kaş ki mən də şəhid evində əyləşə biləydim. Şəhidin valideynləri ilə bərabər, şəhidin yadigarları ilə bərabər. Amma bunu da hər kəs yaşaya bilmir. Bu çox qürurlu, çox ali bir hissdir. Bax, bu dəqiqə mən burada əyləşmişəm, əziz tamaşaçılarımız. Bizim hərbiçimiz, qəhrəmanımız, kapitan şəhidimiz Vüsalın anası, atası, övladları, həyat yoldaşı, bütün ailəsi, gözəl balası və o qədər qürur hissi keçirdirəm ki, bax bu tablo bütünlükdə Azərbaycanımızın simvoludur. Azərbaycan ailəsidir. O ailə ki, Azərbaycan torpaqlarının bütövlüyü uğrunda gözünü qırpmadan canını verən oğullar yetişdirdi. O oğulları bax bu ana, bu ata yetişdirdi. O oğulları, o ərləri, o yarları bax belə xanım qızlarımız müharibəyə yola saldılar. Get gözün arxada qalmasın. 3 balanı mən sənə layiqli böyüdəcəm deyib yola saldılar. O oğullar ona görə qələbə çaldılar ki, anadan da, atadan da, yardan da, uşaqdan da arxayın idi. Çünki bilirdilər ki, dövlət hər zaman onların arxasında dayanacaq. Bizim dövlətimizi var elədi sizin oğullarınız. Bizim torpaqlarımızı bütöv etdi. Bizim suverenliyimizi bərpa etdi. Bizim Qarabağımızı qaytardı. Bizim sizə yerdən göyə qədər belə deyim, təşəkkür borcumuz var bir xalq olaraq, millət olaraq. Amma bu borcdan necə çıxmaq olar? Heç cür çıxmaq olmaz. Nə etsək də borcdan çıxa bilmərik. Masanın üstündə Vüsalın adına yazılan baxın kitab var. Qalaq-qalaq kitablar yazılsın, saatlarla verilişlər çəkilsin, filmlər çəkilsin. Biz Vüsalı qaytara bilmərik. Bizim yalnız və yalnız bu ailələrə bir təsəllimizdir. Zərrə qədər, yəni Vüsal kimi qəhrəman oğullarımızın etdiyi Azərbaycan xalqı üçün, dövləti üçün etdiyi qəhrəmanlıqların yanında bizim etdiklərimiz Gülnaz xanım dənizdən bir damladır. Amma bununla bərabər o damla da azacıq da olsa bir təsəllidir. Mən sizə təşəkkür eləyirəm. Bugün bizi burada qəbul etdiyinizə görə Lənkərandayıq, qəhrəman oğlumuz Vüsalın ailəsindəyik. Çox sağ olun, gəldiyinizə görə sizə təşəkkür eləyirəm. Nə deyim? Şəhidlər ölmür. Şəhidlər ölmür. Amma unudulsa, şəhid o vaxt öləsə ki, unudulsa. Belə unutmuşsunuz, çox sağ olun, var olun. Gələn ayaqlarınız var olsun. Vüsal üçün nə deyə bilərəm? Vüsal həmişə uşaqlıqdan fəxrimiz olub. Uşaqlıqdan seçilib. Həqiqətən uşaqlıqdan seçilib. Yəni ailəsi üçün də eləçin olub, amma balalarından, yarından doymadı. Məryəm balanın da adını qoydu, atasına tapşırdı, Məryəmlə müvəyyət olasın. Amma ki, üzün görmədi. Bu hərbi məhəbbəti, vətənə məhəbbətinin ürəyində var idi. Ata-anaya, evladlarına. İnan ki, uşaqla uşaq böyüklə böyüdü. Qızdan hayalı idi. Ay aman. Həqiqətən qız. Bir gün əgər gəlsəydi,
popiskaya zada. Maşını götürüb bütün qohum qəbilə hamını axtarar. Bax bu balaların toyunu qismət eləsin sizə görməyi. Bizi də dəvət eləyəsiniz ki, axtarasınız ki, o Space televiziyasında bir Qarabağ Azərbaycandır verişi var. Harda da onlar gəlsinlər, toya gedirik. İnşallah, inşallah. Məmnuniyyətlə, məmnuniyyətlə. İnşallah. Mən də xoş gəldin deyirəm sizlərə. Öz minnətdarlığımızı bildiririk ki, siz bu müxbirlər gəlib şəhidləri yad edirsiniz. Dövlətimizdən də çox razıyıq ki, şəhidlərimizi yad edirlər, hər ildə gəlib yad edirlər. Arzu edirəm ki, həyatımızda da firavanlıq olsun, xoşbəxtlik olsun, bir daha müharibə görməyək. Sağ olun ki, şəhid ailələrini yaddan çıxarmırsınız. Anamızın da dediyi kimi, şəhidlərimiz unutduğu zaman ölürlər. Keçmişin bir unudan gələcək olmaz. Biz keçmişimizi unudaraqsa, gələcəyimizi qura bilmərik. Qaldı ki, Vüsal barəsində danışmağa, Vüsal mənim həyatda tək yeganə dostum olub. Uşaqlığımız bir yerdə keçib orta məktəb, ali məktəb, aləri məktəb. Xidmətdə bəzən yollarımız ayrılıb, düzdür, olur belə şeylər, xidmət də normaldır. Amma daim ürəklərimiz bir yerdə döyünüb. Deyir, şəhidlər ölməz, vətən bölünməz. Vüsaldan o qədər danışsan, yenə azdır, nə qədər danışsan. Vüsal elə bir uşaq idi ki, anası demişkən. Uşaqlıqdan elə fəxrimiz olub, böyüklə böyük idi, kiçiklə kiçik idi. Hamımızı axtarardı, hamımızın ad günündə, xoş günündə və yaxud da pis günümüzdə hamımıza dəstək idi. Çox qohumcanlı, vətənpərvər. Bütün şəhid valideynlərinin qabağında baş əyirəm. İki qardaşım, gəlinimiz, yoldaşı olaraq onlara minnətdarlığımı bildirirəm. Çox sağ olsunlar. Belə evlad yetişdiriblər. Belə evladımız var. Vətənimizin belə oğulları var idi, sinərlərini sipər elədilər, el yolunda, vətən yolunda. Yenə də vətən sağ olsun, onların sayəsində 30 illik həsrətə qovuşduq. Allah bu həsrətimizi bizə qovuşdurdusa, bundan sonra bizə çox görməsin. Və şəhidlərimizin balalarının xoş günlərini, valideynlərinə, o cümlədən qardaşıma nəsibi qismət eləsin yoldaşı ilə bahəm. Vüsal Quliyevin qızı. Mən Quliyeva Rüqəyyə, şəhid kapitan Vüsal Quliyevin qızı. Atam mənim qəhrəmanım idi, indi isə bütün Azərbaycanın qəhrəmanıdır. Onsuz da bir ata övladı üçün hər zaman qəhrəmandır. Atam Ağdərə Qovuşan istiqamətdə gedən döyüşlərdə, müharibənin ilk günlərində qəhrəmancasına şəhid olmuşdur. Mən ali baş komandanımıza və ordumuza təşəkkürümü bildirirəm ki, atamın və atamın cismində cəmi şəhidlərin qanını yerdə qoymadılar, ruhunu azad elədilər. Atam cənnətdə də olsa indi hər zaman bizi görür. Mənim ən böyük arzum universitetə girmək, çünki mənim atam da istəyir ki, biz onun kimi ali təhsilli olaq. Bir də ki, ən böyük borcumuz bacıma, atam da olmasa onun necə biri olduğunu, necə ata olduğunu tanıtmaqdır. Çünki o bizə atamızın əmanətidir. Həm də atanı görməyib o. Atanı görməyib, amma ataya çox bənzəyir. Baxın görüm sənə, baxın sizin hər ikinizdən çox ataya bənzəyir, hə? Bəli. Atanın yadigarı. Siz də ona gözəl böyük bacı, böyük qardaş olarsınız. Bəli, hər zaman. Dərslərinizdə hər zaman yaxşı uğurlara imza atarsınız. Babanı sevindirərsiniz, nənəni sevindirərsiniz, ananı sevindirərsiniz. Hə mənim gözəlim. Əziz tamaşaçılarımız, mən arzu edirəm ki, bax biz necə bu şəhidin müqəddəs evində, otağında, ziyarətgahında, necə ki onun balaları ilə, necə ki onun doğmaları ilə, bax burada bir stəkan çay içirik, deyirik, gülürük, hətta zarafat eləyirik, sevinirik. Şəhidimizin ruhu buradadır və o şaddır. Və şəhidlər ona görə şəhid oldular ki, Azərbaycan xalqının bundan sonra üzü gülsün. Şəhidlər ona görə gözünü qırpmadan irəliyə getdilər ki, necə ki həmən dövrdə bütün media, bütün dünya mediası yazırdı. Hətta ermənilərin mediası belə qeyd edirdi ki, onların döyüşçülərinə biz baxırıq və həsəd aparırıq, heyrətə gəlirik ki, onlar yaralanırlar, amma irəli gedirlər. Hətta özləri ilə bərabər şəhid olan qardaşlarını da qoymurlar orada, özləri ilə bərabər irəli aparırlar. Bu
qeyri-adi, bu vaxta qədər heç bir döyüşdə, heç bir müharibədə görünülməmiş bir qəhrəmanlıq idi ki, sizin oğullarınız bu qəhrəmanlığı göstərdilər və tarixə yazıldı. Bu müharibə, bu döyüş Azərbaycan xalqının oğulları tərəfindən tarixə qızıl hərflərlə yazıldı. Necə ki biz tarix kitablarından zaman-zaman müharibələrin adını öyrənirik. Bax bu 44 günlük zəfər bizim tariximizdə bax beləcə yazıldı. Nə sözlər danışılsa, Vüsal qarşısında acizdir. Vüsal çox böyük tərifə layiqdir. Qəhrəman oğul. Ata üçün bilirəm, biraz çətindir danışmaq, amma o qədər də qürurludur. Bəli, Yəni qürurludur. Vüsal sizin soyadınıza elə bir şan, elə bir şöhrət gətirib ki, bugün biz Vüsala görə bu qapıya gəlmişik. Vüsal sonunda burada olanda bu evin ikinci mərtəbəsində iş gedirdi. Usta dedi ki, mən balam, olar səndən bir söz soruşun. Dedi, ikisini soruş. Dedi, sənin ağlın nə kəsir, müharibə olacaq. Qayıt dedi ki, mənə belə yarıcı olacaq. Dedi. Hər biri Ali Başkomandanın əmrini gözləyirdilər. 7-dən 77-yə. Bəli, 7-dən 77-yə. Hamısı Ali Başkomandanın əmrini gözləyirdi. Hələ sən bax ki, 2 gün keçməmişdi Ali Başkomandanın əmrindən 6 aydan artıq azad olunmuşdu. Doğrudan çox böyük qəhrəmanlıq, çox böyük şücaət və biz bu döyüşdə həm də onu sübut elədik ki, Azərbaycan xalqı döyüşkən xalqdır. Bu 30 ildə biz bütün xarici dövlətlərdə elə bilirdik ki, Rus politologlarından biri deyir ki, əgər dava eləmək istəyir, hansı dövlət biri ilə dava eləmək istəyirsə, getsinlər Azərbaycanlardan dərs keçsinlər. O döyüşün taktikasını. Bəli. Mən özüm qürbət ölkədə yaşamışam. İnanın ki, ermənilər gələndə qaçıb gizlənirdik. Onlar Qarabağ naş. İndi onlar bizi görəndə elə qaçıb gizlənirlər. Elə yoxa çıxırlar ki, bizim alnımız açıqdır. 30 il biz dözdük. Bizim Ali Başkomandamız dəmir yumruq, bax belə. Onun sayəsində Azərbaycan bir oldu. Ona görə də o Şevçenko onu becə-becə demədi. Çünki 44 günün ərzində biz dayanmadan 40 ilin müharibəsin, o sanki o ulduzlu müharibə deyirlər, o Zvyozny Voyni deyirdilər, iqralar olur, uşaqlar olur. Həm canlı döyüşümüz, şanlı döyüşümüz qabağa getdi, həm də yuxarıdakı, yəni bizim o atılan dronlarımız. İndi dünya istifadə edir ondan. Sanki Azərbaycandan öyrənildi bu şeylər. Əslində bugün bura, bax bu torpağa, Lənkərana gəlməyimizə vəsilə olan bizim şəhidimiz Malikin, özü də itkin şəhidimizin bacısı Ruhiyyə xanımdır. Ruhiyyə xanım söylədi ki, bizi Lənkəranda Kapitan Vüsalın 3 balası gözləyir, biz ora getməliyik və həmən biz yola çıxdıq. Bizim dəyərli ziyalımız Gülnaz xanımla bərabər. Mən bilmirəm bunu necə arzu eləmək olar, amma mən hiss edirəm ki, Ruhiyyə xanım qardaşının nəşinin tez bir zamanda tapılmasını arzuluyur. Və bizim bu Qarabağ müharibəsində 44 günlük zəfər tariximizi yazan oğulların sayəsində Qarabağ torpaqları işğaldan azad olundu və 30 il erməni tapdağı altında qalan bizim qəhrəman oğullarımızın məzarları var idi orada. Dağıdılmış məzarlar var idi ki, bugün orada o itkin şəhidlərimizin nəşləri dəfn olunur, dövlət səviyyəsində möhtəşəm şəkildə dəfn olunur. Bilmirəm bunu necə arzulamaq olar, amma mən istəyirəm ki, sizin gözünüz yollardan yığılsın. Tez bir zamanda qardaşınız Malikin nəşi tapılsın. Ana çünki bu dünyadan belə deyirlər də göz açıq getdi, balasını həsrətlə gözləyə-gözləyə getdi. Biz zaman-zaman ermənilərin bizə çəkdirdiklərini övladlarımıza, gənclərimizə aşılamalıyıq ki, bizim 30 il boyunca oğul həsrəti ilə yanan, alışan analarımız, atalarımız bu dünyadan yana-yana köçdülər. Oğlundan öldü, qaldı xəbərini almadan. Bax, Ruhiyyənin anası da belə köçdü bu dünyadan. Bütün şəhid analarının qarşısında baş əyirəm, başda anam olmaqla. Həqiqətən mənim anam çox əzablı günlər keçdi, çox həqiqətən də. Onun toyuna hazırlaşırdı, biz onun toyuna hazırlaşırdıq. 93-cü avqustun 23-də mənim qardaşım şəhid oldu.
O əslində Azərbaycanda yox, Rusiyada, Vladikavkazda, Kaliningradda 2 qardaşım hərbiçi idi. Və bu müharibə vaxtı mənim atam sədr olduğu üçün, kəndin sədri idi. Onun üçün o dedi, mənim kəndimdə, mənim elimdə, obamda əgər müharibə gedirsə, mənim oğlanlarım ikisi də gəlib öz vətənində qulluq eləməlidir. Necə deyim, dəyişdirdi, Bakıya gəldilər, köçdü Rusiyadan Azərbaycana. Gəlişindən sonra da o əslində oxudu, qutardı, o xeyir iş üçün yollamışdı. Xeyir işinə hazırlaşırdıq, toy olası idi. Allaha qurbanım, qismət olmadı, şəhidlik zirvəsinə yüksəldi. Son gediş oldu öz kəndində, öz elində, öz obasında. Yox, atam görmüşdü onu, necə vurulduğunu görmüşdü. Güllələmişdi ermənilər, başından vurulmuşdu qardaşım. Hərbi formasında, silahında. Ondan sonra o əsirlərimiz görmüşdü ki, maşından atıblar, silahı üstündən götürüblər. Sonra məlum olmadı ki, harda. Biz onda 32 ildən sonra mən bildim ki, qardaşım həmin dəqiqə ölüb. Bildim ki, sağdır, bəli. Hər gün ölürdük, dirilirdik. O əsirləri eşidəndə Allah hamd olsun ki, deyim ki, ailədə hamımız məhv olmuş kimi. Mən Quliyeva Fərqanə, şəhid kapitan Vüsal Quliyevin yoldaşı. Bayaq Samir qardaşımızın dediyi kimi, Vüsaldan danışmaqla bitməz. Vüsalın insanlığını, ideallığını nə aylara, nə illərə sığdıra bilmərik. Hər zaman Vüsalın yoxluğundan danışanda gözlərimiz yaşla donur. Amma Vüsalın varlığından danışanda isə üzümüzə təbəssüm qonur. Sanki yanımızda bir olduğun insan kimi. Vüsalın mən sentyabr müharibə vaxtında itirməkdən yox, Vüsalı Tovuz döyüşlərində itirmə qorxusu ilə mən yaşayırdım. Hər gün evdən işə gedəndə onun arxasıca gözlərim dola-dola baxırdım. Amma dönüb deyirdi ki, narahat olma. Deyirdim, səni itirməkdən qorxuruq. Səni itirmişiksə, biz bir nəsli itirmişik deməkdir. Vüsal isə dönüb bir bu cavabı verirdi ki, narahat olma. Əgər nəsə olacaqsa da, Polad Həkimovdan artıq oğlan deyilik. Vüsal hər zaman hər kəsin ürəyində yer tapan bir insan olub. Ona görə belə bir insanın yoxluğundan danışmaq çox çətindir. Vüsal əvvəllər çiynimə hərbiçi xanımı yükünü qoydusa, indi bir ömür çiynimə şəhid xanımı, ondan da məsuliyyətli bir yükü qoydu. Düzdür, həyatda ən böyük insan ailə qurduqdan sonra ən böyük arzusu ana olmaq idi. Amma həyat mənim çiynimə ata olmaq yükünü də qoydu. Və Vüsal hər zaman mənə arxayın idi, hər zaman güvənirdi. Mən də onun bu güvənini hər zaman qorumağa çalışacağam, gücüm çatdığı qədər. Düzdür, biz şəhid ailələri yaşamaq üçün yox, yaşatmaq üçün yaşayırıq. Şəhidimizi yaşatmaqda bizə dəstək olduğunuz üçün sizə də öz minnətdarlığımı bildirirəm. Həyatda ən böyük arzum Vüsalın övladlarını Vüsalın adına layiq böyütmək, Vüsalın adına layiq yaşatmaqdır. Elə də olacaq. Sizin kimi xanım elə Vüsalın adına layiqli böyüdəcək bu oğulları, bu qızı, bu 2 gözəl qız balanı və bizim bu balamızı, evin kişisi, evin böyüyü. Düzdür, bunun üçün məcburuq, bunu etməliyik, bunun üçün ayaqdayıq. Vüsal o tabutda gedərkən tək getmədi. Vüsalın cismi getsə də mənim də ruhum onunla getdi. Vüsal ölərkən yaşayan, mən isə yaşayarkən ölən bir insan oldum. Vüsalın yaşayarkən bizə göstərdiyi qayğıdan, sevgidən güc alaraq ayaqda dururam. Çünki o bizim üçün əvəz olunmayan bir şəxsiyyətdir. Nə qədər çətin olsa da, nə qədər ağır olsa da, Vüsalın ölməz bir qəhrəman olması bizim üçün fəxirdir, qürur vericidir. O bizim həsrətə dönən Vüsalımız oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, bütün şəhidlərimizin ruhu şad olsun, qazilərimizə şəfa versin. Şəhidimizə dəyər verdiyiniz üçün də sizə sonsuz təşəkkürümü bildirirəm. Sağ olun. Sizin hər birinizi dəvət edirəm, dönə-dönə. Yolunuzu Azərbaycanın dilbər güşələrindən, rayonlarından salanda, övladlarınızla, hətta belə istirahətə, gəzməyə belə gedəndə mütləq övladlarınızı şəhidlər xiyabanına ziyarətə aparın.
Çünki bizim gəncliyimiz bilməlidir ki, Azərbaycanın bugünkü müstəqilliyi və suverenliyi hansı oğulların qanı bahasına əldə olunub. Biz bu suverenliyi asan yolla qazanmamışıq. Can bahasına, qan bahasına, Vüsal kimi oğulların qanı bahasına qazanmışıq. Mən təşəkkür eləyirəm. Evin bir kişisi olaraq, baba icazə verirsiniz, ona bax belə xitab eləyək. Evin kişisi olaraq sənə təşəkkür edirəm. Bugün bizi qəbul etdiyinə görə, sizin süfrənizin başında oturduğumuza görə inşallah ən gözəl günlərdə bizi çağırırsan yoxsa yox? Çağırırsan. Hə? Allah qorusun sizi və mən sizə əziz tamaşaçılarımız Space televiziyası Qarabağ Azərbaycandır layihəsinin daimi izləyiciləri. Sizə də tövsiyəm odur ki, bizim anonslarımızı izləyin ki, biz gələn dəfə hansı şəhidimizin evinə gedəcəyik. Həm gözəlim. Öpüm səni. Öpüm. Öpüm. Bax oradadır tamaşaçılarımız. Orada bir öpüş göndərək. Göndər belə. Göndər. Göndər. Maç elə.